Mən məsəl üçün ChatGPT məndə faktiki olaraq tamam fərqli formada işləyir də. Məndə orada 10 dənədən artıq prompt var və mən nəyi eləmək istəməyimdən asılı olaraq onları artıq qoşuram, onun əsasında gedir. Bir dəfə mən onun özünə də sual verdim ki, mən məsəl üçün proyektlər hazırlayıram, layihələr var, onun içində süni intellektə qoşulmuş, inteqrasiya olunmuş var. Niyə insanlar ChatGPT-yə, Gemini-dən istifadə edə bilməzlər, gərək mənim texnologiyamdan istifadə, özünə sual verirəm. Deyir, bax, mən özümü deyir, tənqid eləmək istəmirəm, amma deyim ki, hər dəfə mənimlə danışmağa başlayanda mən yenidən başlayıram. Yəni, mən davam eləmirəm söhbəti. İkinci məsələ, mən faktiki olaraq müəyyən hallarda söhbəti digər istiqamətdə yönəldirəm. Və mən yoxlamaq istəyirəm ki, bu insan doğrudan istədiyim başa düşür ya yox. Və mənim alqoritmlərimin içində elə alqoritmlər var ki, bizim işimiz sona çatdırmaq deyil. Nəyə görə bugün OpenAI, hansı ki ChatGPT-nin yiyəsidir o şirkətidir, onlar minusla işləyirlər. Orada təxminən 30-40 milyarda yaxın, bu ilin minimum 30-40 milyard minus olacaq o şirkət. Faktiki olaraq söhbət ondan gedir ki, onlar hətta o buraxdıqları ChatGPT hansı ki bu gün istifadə olunur, onlar o pulu ala bilmirlər insanlardan. Çünki heç kim verməyəcək o pulu. Onlar bugün insanları yığmalıdırlar ətrafına.